bürcü 14 Mart 2026-cı il. Günün əvvəlində mümkün qədər çox iş görməyə çalışın. Bu əlverişli vaxt həm sizə artıq tanış olan, həm də tamamilə yeni işlər üçün uyğun olacaq. Cəsarətli başlanğıclarda uğur sizinlə olacaq. Amma həqiqətən parlaq nəticə əldə etmək üçün səy göstərmək lazım gələcək. Bir çox şey tək başına hərəkət etmədiyiniz halda daha yaxşı alınacaq. Etibarlı müttəfiqləriniz var. O halda onların dəstəyini almağa tələsin. Köhnə tanışlara tam güvənə bilmədiyinizdən əmin deyilsiniz. Yenilərinə diqqətlə baxın. Onlar arasında çox maraqlı və xoş insanlar ola bilər. Təhsildə və informasiya axtarışı, eləcə də onun təhlili ilə bağlı bütün məsələlərin həllində uğurlar mümkündür. Burada siz çox diqqətli və ciddi olacaqsınız. Buna görə heç nəyi gözdən qaçırmayacaqsınız. Düzgün nəticələr çıxaracaqsınız. Buğa bürcü 14 Mart 2026-cı il. Vaxtınızı xırda şeylərə sərf etməyin. Bu uğurlu gündür. Onun potensialından tam istifadə etmək üçün sizin üçün xüsusilə vacib olan məsələlərə diqqət yetirmək lazımdır. Əsas maraqları peşə sahəsində olan buğalar işdə necə uğur qazanmağın yolunu anlayacaqlar. Bəzi bürc nümayəndələrinin faydalı tanışlıqlar qurmaq və ya çox şeyə qadir insanlarla birgə hərəkət barədə razılığa gəlmək şans olacaq. Son vaxtlar maliyyə məsələlərinin həlli ilə məşğul olanlar gəlirlərini artırmağın yolunu tapacaqlar və ya mövcud vəsaiti necə daha düzgün idarə etməyi başa düşəcəklər. Şəxsi münasibətlər sahəsi ilə daha çox maraqlananların da şikayət etməsi üçün səbəb az olacaq. Burada yaxşıya doğru dəyişikliklər mümkündür. İntuisiyanıza qulaq asın. O sizə yaxınlarla necə davranmağın, xoşunuza gələn insanların rəğbətini qazanmaq üçün nə etməli olduğunuzu göstərəcək. Bugün ilk görüşə gedən buğalar onun necə keçəcəyindən razı qalacaqlar. Əkizlər bürcü 14 Mart 2026-cı il. Gün xoşagəlməz sürprizlər gətirə bilər. İşdə və evdə xırda anlaşılmazlıqlar, işlərdə gecikmələr mümkündür. Əgər vacib məqsədlərə çatmaq istəyirsinizsə, çalışmağa hazır olun və bu yolda gözlənilmədən maneələr çıxsa, buna təəccüblənməyin. Hər şeyin öhdəsindən gəlmək üçün israr lazım olacaq. Günün əvvəlinə isə müttəfiqlər kömək edə bilərlər, amma sonra problemlərlə tək qalmaq riski var. Belə anlarda müsbət əhvalı və uğura inamı qorumaq çox vacibdir. Bütün əkizlər üçün bu asan olmayacaq. Bəzi bürc nümayəndələrinin narahat olmağı, özlərinə şübhə etməyə, keçmiş səhvləri və öhdəsindən gələ bilmədikləri işləri xatırlamağa başlaya bilərlər. Unutmayın, qələbələrinizi və nailiyyətlərinizi xatırlamaq məhz bu sizi lazım olan ruh halına kökləyəcək. Xərçəng bürcü 14 Mart 2026-cı il. Günün başlanğıcı iş baxımından əlverişli olacaq. Bu vacib məsələlərin, o cümlədən əvvəllər öhdəsindən gəlmək mümkün olmayan problemlərin həlli üçün uyğun zamandır. Elə ideyalarınız yarana bilər ki, həmkarlar və rəhbərlik onları dərhal bəyənəcək. Bir çoxları sizi yeni tərəfdən görəcək, istedad və biliklərinizi düzgün qiymətləndirmədiklərini anlayacaq. İstisna deyil ki, bir qədər sonra həmin insanlar sizə sərfəli şərtlərlə əməkdaşlıq və ya yeni iş təklif etsinlər. Sonra maliyyə məsələlərinin həllinə diqqət yetirmək olar. Pul məsələlərində siz qibdə ediləsi dərəcədə ağıllı davranacaqsınız. Bu vaxt təşkilat məsələlərin, sənədlərin rəsmiləşdirilməsi ilə məşğul olanlar da problemlə üzləşməyəcəklər. Şir bürcü 14 Mart 2026-cı il. Bu günlə bağlı böyük planlarınız varsa, onları həyata keçirməyə mümkün qədər tez başlamaq lazımdır. Məhz səhər xüsusilə əlverişli olacaq. İlk növbədə başqalarının fəal iştirakı tələb olunan işlər üçün, hətta əvvəllər əlaqəyə həvəssiz gedən insanlarla belə tez razılığa gələcəksiniz. Sizə maraqlı nəsə təklif edilə bilər, amma razılaşmazdan əvvəl daha çox məlumat toplamaq lazımdır. Təəssüf ki, kimsə sizi yanıltmağa cəhd edə bilər. Xoş tanışlıqlar mümkündür. Bəzi şirlər ruhən özlərinə yaxın olan insanlarla dostlaşacaq və onlarla tez dostlaşacaqlar. Romantik münasibətlərin başlanğıcı da istisna deyil. Onlar çox sürətli inkişaf etməsə də, sizə də çox gözləmək lazım gəlməyəcək. İntuisiyanıza arxalanın. Necə davranmalı olduğunuzu məhz o göstərəcək. Qız bürcü 14 Mart 2026-cı il. Səbirli olun. Bugün hadisələr sizin istədiyinizdən bir qədər yavaş inkişaf edəcək. Bəzi qızlar başqalarının verdiyi vədləri yerinə yetirməsini gözləməyə məcbur olacaqlar. Bu zaman narazılıq göstərməmək mümkün qədər müsbət əhvalı və hər şeyin yaxşı alınacağına inamı qorumaq vacibdir. Unutmayın, əsəbləşməyə başlasanız, bunu ətrafdakılar hiss etsə, problemlər daha da böyüyə bilər. Əgər sizə elə gəlsə ki, kimsə sizi qəsdən tarazlıqdan çıxarmağa və ya biliklərinizdən öz maraqları üçün istifadə etməyə çalışır, ehtiyatlı olun. Təəssüf ki, başqasının intriqası və manipulyasiyası üzündən zərər görmək riski var. Tərəzi bürcü 14 Mart 2026-cı il. Tələsmək lazımdır. Müsbət tendensiyaları təsiri
Müsbət tendensiyaların təsiri günün birinci yarısında xüsusilə güclü olacaq və buna görə vacib işləri, ciddi söhbətləri həm sizi, həm də yaxınlarınızı narahat edən məsələlərin həllini məhz bu vaxtda saxlamaq lazımdır. Uzun müddətli planları müəyyənləşdirməyə kömək edəcək məlumatlar almağınız istisna deyil. Mübahisələr potensial tərəfdaşlar və işə götürənlərlə görüşlər pis keçməyəcək. Amma nəzərə alın ki, bu vaxt əldə olunan razılaşmalar ilkin xarakter daşıyacaq. Günün əvvəlində köməkçiləri nisbətən asan tapa biləcəksiniz, amma sonra artıq təkbaşına hərəkət etməli olacaqsınız. Hətta köhnə tanışların və sınaqdan çıxmış müttəfiqlərin verəcəyi məsləhətlər belə sizi çaşdıra bilər. Ona görə də daha çox öz bilik və təcrübənizə arxalanın, intuisiyanın işarələrinə qulaq asın. Əqrəb bürcü 14 mart 2026-cı il. Gün pis keçməyəcək, amma özünüzü boş buraxmayın. Əgər çox güclü şəkildə yalnız şansa arxalansanız və sadəcə uğura inansanız, amma heç nə etməsəniz, vacib qələbələr qazanmaq çətin olacaq. Amma hərəkət etməyə və səy göstərməyə hazır olan əqrəbləri ulduzlar dəstəksiz qoymayacaq. Gün yeni başlanğıclar və cəsarətli təcrübələr üçün uyğundur. Sadəcə unutmayın ki, hər şey dərhal sizin istədiyiniz kimi alınmaya bilər. İxtiraçılıq, israr və səbir nəticə əldə etməyə kömək edəcək əsas keyfiyyətlər bunlardır. Pul və sənədlərlə işləyən, sorğular və hesabatlar hazırlayan bürc nümayəndələri xüsusilə diqqətli olmalıdırlar. Bu, əsasən günün ortasında vacibdir. Çünki həmin vaxt hansısa mühüm detalı gözdən qaçıra bilərsiniz. Ox atan bürcü 14 mart 2026-cı il. Günün əvvəlində böyük uğurlar gözləmək həddindən artıq nikbinlik olardı. Böyük ehtimalla bu vaxt bir qədər çətin keçəcək. İstisna deyil ki, əvvəlcədən planlaşdırdığınız işlərə yeniləri də əlavə olunsun və siz dərhal nəyi təxirə salmalı, nəyi isə birinci diqqət yetirməli olduğunuzu müəyyənləşdirməli olasınız. İntuisiyanıza qulaq asın, onun verdiyi siqnallar ətrafdakılardan alacağınız məsləhətlərdən daha faydalı olacaq. Amma mənfi tendensiyaların təsiri uzun sürməyəcək. Gün ortadan sonra vəziyyət sürətlə yaxşılığa doğru dəyişməyə başlayacaq. Baş sındırdığınız suallara cavab tapacaq. Könül dostlarla ünsiyyət qura biləcək və onların sayəsində əhvalınız yüksələcək. Əyləncə və ya peşəkar tədbirlərə gedən bir qədər mühiti dəyişmək qərarına gələnləri xoş sürprizlər gözləyir. Oğlaq bürcü 14 mart 2026-cı il. Kiçik çətinliklər mümkündür. Məsələn, bəzi oğlaqlar başladığı işləri vaxtında başa çatdıra bilməyəcəklər. Çünki müttəfiqlər gözləntiləri doğrultmayacaq və ya ciddi səhvlərə yol verəcəklər. Amma bu yenə də ciddi problemlərə gətirib çıxarmayacaq. Bir qədər sonra siz itiriləni bərpa etmək imkanı tapacaqsınız. Günün ortasında vaxtı boş yerə itirməmək xüsusilə vacibdir. Bu dövr ciddi tapşırıqların həlli üçün daha əlverişli olacaq. Diqqətinizi məhz onlara yönəldin. Müttəfiqlər axtarmaq da olar. Çox güman ki, yanınızda məhz təcrübə və biliyi sizə fayda verəcək insanlar olacaq. Sonraki addımların istiqamətli müəyyənləşdirməyə kömək edəcək məlumatlar da ala bilərsiniz. Dolça bürcü 14 mart 2026-cı il. Bugün sizi sevindirəcək və təəccübləndirəcək. Qeyri-adi görüşlər, qəribə təsadüflər və alışdığınız şeylərə fərqli baxmağa kömək edəcək hadisələr mümkündür. Bir çox dolçalar tamamilə yeni bir işə başlamağa hazır olduqlarını hiss edəcəklər. Bunun üçün məqam da kifayət qədər uyğun olacaq. Həmkarlar və rəhbərlik ideyalarınızı dərhal bəyənəcək. Planlarınızı həyata keçirmək üçün sizə kömək təklif edəcəklər. Peşəkar tədbirlərə gedənlərin köhnə işgüzar əlaqələri möhkəmləndirmək və ya yenisini qazanmaq imkanı olacaq. Xüsusilə yaradıcı yanaşma tələb edən işlərin öhdəsindən yaxşı gələcəksiniz. Təhsildə də uğurlar mümkündür. Bir çox şeyi tez qavrayacaq. Çətin görünən mövzuları başa düşəcək. Diqqətsizlikdən səhv etməyəcəksiniz. Maliyyə məsələlərinin həllində də ciddi yanaşma işinizə yarayacaq. Balıqlar bürcü 14 mart 2026-cı il. Gün sakit keçəcək, amma çox da məhsuldar olmayacaq. Ona ən yaxşısı köhnə işləri başa çatdırmaq və cari tapşırıqları həll etməklə başlamaqdır. Burada gözlənilməz çətinliklər yaranmayacaq və hər şeyin öhdəsindən əla gələcəksiniz. Böyük ehtimalla heç kimin köməyə ehtiyacı qalmayacaq. Bu vaxt yaranacaq ideyalara diqqət yetirmək lazımdır. Onlar dərhal həyata keçirmək çətin olacaq. Amma biraz sonra həmin fikirlərə qayıdıb istədiyiniz nəticəni əldə edə biləcəksiniz. Günün ortası ünsiyyətdə ehtiyat tələb edəcək. Əvvəllər bütün sirlərinizi rahatlıqla bölüşdüyünüz insanlarla belə çox açıq danışmaq məsləhət deyil. Bu, xoşagəlməz vəziyyət yarada bilər. Emosiyalarınızı nəzarətdə saxlamağa, ani hisslərə qapılmamağa çalışın. Yaxınlarla fikir ayrılığı və xırda səbəblərdən mübahisə mümkündür. Həmsöhbətləri diqqətlə dinləmək vacibdir. Ola bilər ki, məsələ sadəcə tezliklə aradan qaldırıla biləcək anlaşılmazlıqlardan ibarətdir.